Ya İmam-ı Zaman gel amandı, kalbler gusseden bağırgandı. Kimdir ayrılık derde salmaz, aşıkın sabrını elden almaz. Ey gözüm yollara baktarıkma, gün həmişə bulut atda qalmaz. Zuhurunun tez olmasına, selametlığına ve inşallah bu gözler o cemalinən, tezliğinə tanış olsun ve görsün o cemali nuranini. Bu cali salavat diyaq. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Tüm bu günlərim cümə günü bizdən sovuşub, demək olar bu gecəyə deyərlər, fars dilində cümə şəb. Yəni o gecəyi ki cüməni sovub, o cüməyi ki bir cəhətdən çox böyük bayram günüdür, çox xoş gündür və İslamda olan 4 bayramın biri cümə bayramıdır ki, bu elin içində, Azərbaycanda və digər çoxlu müsəlman ölkələrində cüməni mübarəkliğinə təbrik deyərlər müsəlmanlar bir-birinə. Bu elə çox gözəl bir işdir. Və cümə gününün çoxlu duaları, zikriləri, namazları, ibadətləri, itaətləri, bəzi alimlərin sözünə görə adam eləyə bilə, mərhum Məfatihül Cinanda mərhum Şeyx Abbas Qumi rəhmətullahi aleyh yazdığı cümənin fəzilətləri, duaları, günbatan geçən gündən ta bu gün günbatanacan bəzi duaları ilə bu gecədə oxumaq olar. Xüsusən cümənin artıq duaları İmam-ı Zaman aleyhissalatu vesselamla əlaqədədir. İstər Allahümə bəlliq Mevlaya sahibə zaman duası, istər əhd duası, istər Əbu Zərrab İsfahaninin o çox gözəl duası buyurur bir adam. Cümə günü də oxuyanmasa bu gecə oxusun. Mərhum Şeyx Abbas bu duanın cəddığında çox mühüm dualərdəndir. Əbu Zərrab İsfahaniyə örgədən İmam-ı Zaman duasıdır. Çox mühtəvalı, çox gözəl dualərdəndir. Və o cümlə dualərdən də biri ki, çoxlu yerlərdə oxunar, nüdbə duasıdır. Nüdbə, yəni çağırış, bir növ insan öz dərdin İmam-ı Zamanına, İmam-ı Zamanın ayrılığından bildirmək, hard olmasını axtarmaq, yalvarmaq ki, ha vaxt gələcəksən, hayandasan. Bu dualar adam oxusa, cümə şayət namazları ilə bircə, şayət yox elə bayət, vaxtı qurtular, amma bunların hamısını yerinə gətirməz. Ərəb dilində bir məsəl var, deyərlər, insan hamısını da tutmasa, hamısını velləməsin. Bəli, hamısını eləyənmərq bu dualar, bu namazlar, 14 məsum namazları, Cəfər Təyyar namazı çoxlu tapşırıq var. Cəfər Təyyar namazına 20 dəqiqə çəkən namaz. Cümə günləri qılına, bəzi üləmadən, eşitdiyim mərhum Seyyid Əbülhəsən Ağay İsfahanidən nəql olunub ki, gündə qılardılar Cəfər Təyyar namazın. Hala bizlər cümə günü varid olub, gün ertədən qabaq qılınması daha çox gözəldir ki, qılına bunlar. Bizim böyüklərdən biri var idi, Allah hifz eləsin, Namız Abdülhamid Baqiri bin Abi Həfəzəhullah, ki buyurardı ki, mən Kərbəlada onu gördüm, mənə buyurdu ki, bir dəfə də olmalıdır İmam Hüseyin ağanın namazın qıl. O buyurdu, mən də üçün onu 3 saat çəkdi. 3 saatdan da bir artıq çəkdi ki, 4 rükət
İmam Hüseynin namazını qılmaq. Ən ağır namazlardan İmam Hüseyin namazıdır. Hala sonralarda da bir ya 2-3 dəfə, 3 dəfəyəcən indiyəcən qılmışam müntaha, çox ağırdır. Amma başqa imamlarımızın namazları çox yüngüldülər. Hamısı ya yarım saat çəkər, yarım saatdan bəziləri arz çəkər, bəziləri çox çəkər. Demirik elə hamısını bir gündə qılsın. Amma hər bir imam zamanı o buyurardı bir qılcına İmam Hüseyin namazını ağamız buyurardı, ustadımız, böyüyümüz buyurar qılcına sabah ağa İmam Hüseyin aleyhisselam inşallah öləndən sonra görəndə deyəsən ağa mən sənin gəldim hərəmində namazın qıldım ha. Qoy bu da bir yadigar olsun. Qoy bu da bir yadigar olsun. Amma əsli mövzu söhbətimiz həm bu günlərdə dünyasını dəyişən 21 il bundan əvvəl bir böyük alim Azər 5-ci gün Azər ayından 1383-cü ildə Ayətullah Ağay Şeyx Əli Pəhləvaninin il dönümü idi ki, məruf bir səadət pərvər ki, böyük bir ariflərdən olub ki, Əlləmi Təbatəbainin 40 illik şagirdi və İmam Rəhmətullah İmam Xümeyni rəhmətliğində böyük şagirdlərindən olub və çoxlu təsiratı bağışlayıbdı kitabları ilə, sözləri ilə, pak nəfəsi ilə və mən də 3-4 dəfə müvəffəq olmuşdum xidmətinə yetişəm. Oturardı bir sadə evi vardı, evin astanasında, bir pilləli yerdə bəzi suallara cavab verərdi. Çox böyük pak insanlardan olub ki, hər il ona il dönümü Qum şəhərində tutarlar. Və onun bilmirəm kitabları tərcümə olub ya yox, Ağay Məhəmmədi onu bəhbülürlər ki, olub ya olmayıbdı. İnsafən onlar cilidlər kitab yazıblar ki, kitabları çox faydalıdır, xeyirli adam oxuya. Çox gözəl kitabları var, onu da yad eləyək. Buyururlar, bir hədis var, mən yazmışdım, buyurur, Süləhanı yad eləmaqlıq. Buyurur, İndə zikri salihin tunzəlur rəhmə. Rivayət buyurur ki, salih, Allahın salih bəndələrin yad eləyəndə o yad olunan məclisə Allah rəhmətin göndərər. Rəhmət nazil olar salih bəndələri zikr eləyəndə, yad eləyəndə. O şəxsiyyəti yad eləyək, o büzürgüvarı ki, yaxşı şagirdləri var indi və ərz elədim, çoxlar elə indi də onun kitablarını oxuyurlar, deyirlər, çox gözəl insanlardan olubdi. Onun ruhu şad olsun, burada eləşənlərin də ölənləri, öz ölənləri, şəhidlər də yad olsun. Hacı Pəhləvanın ustadı İmam-ı Həzrəti Ayətullah Əlləmi Təbatəbai ki, mən mükərrər xidmətinə yetişmişdim. Neçə illər ki, var idik Qum şəhərində. Ən böyük pak insanlardan Əlləmi Təbatəbai olub da adam onun barəsində danışa. Çox vaxt istər ki, nə cür bir şəxsiyyət olubdu ki, o Pəhləvani onun ömrünün hasılı olubdu. Bunların ikisini də yad eləyək, bu ustadı, bu şagirdi və Əlləmi Təbatəbai də 12 il Seyyid Əli Ağay Qazının məhzərində tərbiyyət tapıb da olubdu, Əlləmi Təbatəbai olubdu. Bunlar silsilətən buyurarlar, ustad mühümdür, ustad, yaxşı. Əlləmi Qazi buyurardı ki, adam ömrünün yarısını gedə, yaxşı bir özünə ustad tapa. İkinci hissə ömründə də ziyan qoymaz. Azərbaycanda bir məsəl var, deyərlər, müsəlmanın axır ömrünün ağlı. Biz deyərik, biz niyə deyək, ömrümüzün axır ağlı, axır günlərin gərək insan özün tanıyandan düşə Allah yoluna, ki doğrudan əvvəl gərək biz dindarlıqdan qabaq dindan olaq, yəni din tanıyan olaq, dinşinas olaq, dini düzgün öz əsli mənbəylərindən örgəşək. Elə hər adam gəldi bir söz dedi, dinə razı, sənətsiz söz dedi, subutsuz söz, onları biz inanmamalıyıq. Din gərək mənbəyi əslidən ola, sonra biz dindar olaq. Dinini tanıyandan sonra gərək dindarlıq xəttinə düşək.
dindarlıq xəttinə düşəndən sonra gərək aləm dinə varid olaq. Və illə həm dindaram, həm də hərdən bir günah eləyirəm, məsiyyət eləyirəm. Bu dindarlıq kamil olmadı. Kamil dindarlıq odur ki, din aləminə varid olasan, din aləmində yaşayasan, dinlə, həyatın dininlə ola. Din bizim hər hüviyyətimiz ola, mahiyyətimiz ola, vücudumuz ola, canımız, başımız dinlə ola, zovb olaq dində, əriyaq dində. Ondadır ki, bizim dindarlıqlığımız kamil olar və illə həm namaz qıl, həm günah elə. Bu dindarlıq çox naqisdir. Həm oruç tut, həm də Allah eləməsin, get toy məhəllisində də öynəcinən. Məsəl deyirəm, ya başqa günahlara da, nə olacaq, o da bir gündür da, yox, bir gün deyir. Bir gün deyir, hər bir günah insanın qaranlıqlandırar ürəyin, o dindarlığın zəifləndirər, o dinin təsirin xunsa elər bizim dilimiz, aradan aparar. Odur ki, gərəkdir ki, biz din aləminə varid olaq. Din aləmi çox mühümdür, çox mühümdür. İnsan düzgün din aləminə varid ola. Övliya ilə ki, övliyanın rəsində ənbiyadır, peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra çoxlu peyğəmbərlərimizin vəsiləri, övsiyaları olub, övliyaları olub. Xüsusən axir zaman peyğəmbərimizin 12 dənə özündən sonra ovliyaları olubdur ki, əlbəttə 14 məsum Həzrəti xanım Fatimə Zəhra səlamullah aleyhadır. Özü bir növ hüccəti var ki, Hüccətullah ləqəb tapıbdır, amma imamlar çox mühümdür. Övliyaların mükəmməli imamdır ki, biz gərək imamlarla əlaqəmiz, ünsiyyətimiz çox möhkəm ola, xüsusilə 12-ci imamımız. O ki zamanəmizin imamıdır. O ki biz ondan canlanırıq, ondan ruh alırıq, ondan can alırıq, onun süfrəsinin başında çörək yeyirik. O bizim necür deyələr imkan aləminin qutbidir. Aləm onun başına fırlanır və dolanır. Ya eyyühellezine 200. ayə Ali İmran surəsindən buyurur. Ya eyyühellezine amenu esbiru və sabiru və rabitu və təqullaha leallekum tuflihun. Bəli, səbirli olun. Dinin böyük örgətdiyi bizə səbirli olmaqdır. Səbirli olmaq, səbirli. Səbirli olmasa adamın imanın elə bir ki, başı getdi. Buyurlar, səbir imandan başlı bədəndə. Bədəndə baş olmasa nə xeyri var, imanda da səbir olmasa nə xeyri var. Ha? Səbirli olmaq lazımdır. Səbirdən gərək çıxmayaq. Səbrinə ətləs olar, tub yaprağından. Ha? Gərək çətinliklərdə dözaq və sabiru. Bir-birimizdə səbrə çağıraq. Çətinliklər çoxdur. Ən böyük çətinlik elə qeybətdə yaşamağımızdır. Bu günlərin 1012 əsrə yaxındır, 1185 ildir, 1184 ildir səhv eləmirəmsə. İmam qeybətdədir, adamın bir əzizi itə, qeybətdə ola, yeri bülünməyə, ondan surağı olmaya da bu dığlar ölər da. Dığlar ölər, bilmirəm biz necə qalırıq. İmam zamanı görməyə, onun yerin hiss eləməyə, ondan əlaqə olmaya. Və rabitu. Rabituya çoxlu təfsirlər, mənalar yazıblar, amma çoxlu hədis təfsirləri yazanlar budur. Və rabitu mə əimmətikum, və rabitu mə imam zamanikum. Allahümmə salli ala Muhammed və ali Muhammed. İmam zamanınızla əlaqədə olun. İmam zamanınızla irtibatda olun. İmam zamanımızla gərək ünsu tutaq, möhkəm ünsu tutaq. Və rabitu mütləqdir, murabitə sərhəddə olanlar, onlar da bəl murabitindirlər. Ya böyük alimlər özü murabitdirlər, dini qoruyanlardılar. Amma əsli buyurur hədislərdə imamızla və imamlarla xüsusən
İmam-ı Zaman aleyhisselam ilə irtibatda olun. Südeyri Seyfəri Seyrəfi İkmalüddin və İtmamın Nemədə Şeyx Saduq gətirib, ayrı kitablarda gətirib. Deyir, getdim, gördüm İmam-ı Zaman bir sadə yerdə bir torpaq üstündə oturub, necə ökütməklə ağlayır. Necə dedim, ah Allah, nə olub bu imamı? 6-cı İmam Sadiq aleyhissalatu vesselamə. Nə olub buna belə bu göz yaşı tökür? Nə olub belə ağlayıb? Görəsən əzizi dünyadan gedib, övladı dünyadan gedib. Qulaq astım görəm bu nə deyir ağlamağının və deyir, gördüm deyir, Seyyidi, qeybətükə nəfətruqadi. Ay mənim, ona deyir Seyyidi, ey mənim ağam, çün bülür 124 min peygambərin, 12 imamın, 11 imamın və xanım Fatimə Zəhranın həyatın canlandıran və onlar gətirən məktəbi yer kürəsində bərpa eləyən vəllezî ba'ase fil ummiyyin rasulan min peyğəmbər gətirən beysəti tamamilə kəmalə yetirən, qədiri tam dərəcədə dirildən İmam Hüseynin və bütöv imamların və anası Zəhranın intiqamın o cərəyan nifaqdan, münafiqlərdən və imamların düşmənlərindən alan ona deyir Seyyidi, nəfətruqadi. Mənim yuxumu əlimdən alıbdır sənin qeybətin. Tuğbalı mən ətrəkə zəmanəhu. Əvvəldə buyur, xoşa o adamın halına ki, onun zamanın dərk eləyə. Buyurur, vələv ədrəktuhu ləxədəmtuhu fi həyati. Deyir, əgər onu mən dərk eləyəm, onun xadim ollam, onun xidmətçisi ollam, ona nəcür deyim, köməkçi buyurur. Və zəyyəqət məhadi. Məni də yuxumu, yerimi darısqal eləyir də yatmaqlıqdan adam bir yeri dar ola nəcür yatanmaz. Yerimi darısqal eləyir. Vəbtəzzət fuadi. Qəlbimi sıxır və sıxındırır və incihliğə salır sənin qeybətin. Bu İmam Sadiq göz yaşı tökə-tökə. Amma mən özümü deyirəm, bizlər çox qəflətlə yaşayırıq. Qəflətlə yaşayırıq. Doğrudan adam bu dua nütbənin axırıncı hissələrini oxuyanda bir gərəhdir ki, biz ovliya ilə irtibat tapsaq böyük kəmallara yetişərik. Onların bizə ehtiyacı yoxdur ki, bizim ehtiyacımız var ki, övliyalar ilə gərək əlaqəmiz olsun. Allahümmə inni əsəlikə mucibat rəhmətik və əzai məğfirətik. İnsan gərək Allahın rəhmətlərinin gəlinin səbəb, aləm səbəb müsəbbəbatdır, aləm illət məluldur. İnsan gərək səbəblərini hazırlaya, bu rəhməti tammənin nazil olmasının, İmam Zeynəl Abidin deyir, Allahümmə əcəlni min cündikə fə innə cündəkə humul qalibun. Məni öz ordundan qərar vercinən, mən sənin ordumun üzvlərindən olum. Və əcəlni min hizbikə, sənin kadrlarından olum, hizbindən olum, yəni sənin təşkilatçılarından biri olum. Fə innə hizbəkə humul muflihun. Sənin kadrın olanlar, sənə bəstər hazır olanlar, sənin zuhurun hazır edənlər, onlar Hizbullahdılar. Hizbullah, bəzi nöqtə nəzərdə Hizbullah Qur'an sözüdür. La innə hizbəllah humul qalibun. Hizbullah olmaq. Ondan sonra deyir, Allahümmə ec'alni min awliyaik fə innə awliyaikə la xawfun aleyhim və la hum yəhzənun. Övliyandan məni qərar ver. Kim övliyadan ola bilər? O adam ki, övliyaullahla əlaqədə olan, möhkəm görürsən, bir dənə mıqnatısın yanına bir dənə iynə vuranda, iynə yapışır ona. Başqa bir iynə gəlir, ona yapışır, o mıqnatdan alır, ona da o dəmir çəkən güz gəlir. Bəli, insan əgər övliyaullahdan oldu, Ağay Pəhləvanı 2000, Seyyid Əli Ağay Qazi 2000, Hüseyin Quliyə, Mulla Sönquliyə, Həmadani 2000, Muhammed Bəhari 2000, Seyyid Həsən Məsqəti 2000, Keşmirlər 2000, Allamim
Seyyid Rəzi, Seyyid Mürtəzalar kimin, Şeyx Tusilər kimin, da bunların nəfəslərində Allah əsər qoyur. Nəfəsdən nəfəs alınar. Böyük insanların nəfəslərində çox böyük təsirlər qoyub, işarə ilə çoxlu mərzlərə şəfa verərdilər. Bir nəfəsləri dəysəydi, bəharın nəsibi necə dəyəndə güllər gövərər, güllər açılar. Odur ki, gərəkdir ki, biz övliya ilə əlaqəmiz möhkəm olsun. Xüsusən indi övliyaların ən böyük Vəliyullahul Əzəm, Hüccətullahul Əzəm, İmam-ı Zaman, İmam-ı Məhdi aleyhissalatu vesselam. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ondadır ki, insan bu övliyalarla əlaqəsi olsa, buyurur ki, la xofun əleyhim və lahum yəhzənun. Bu çox sözdə, yəni da insan tam ürəyi sakit olar. Da nə qorxu, nə qüssə, heç bir zad olmaz. Yetişər o nəfsi mütməinniyə, yetişər ulaikə ləhumul əmnə, innə əlləzīnə əmənu və ləm yəlbisu imanəhum bi zulmin, ulaikə ləhumul əmn. Ürək qidalanmasına, ürək sakitçiliyinə. İndi çox adamlar milyardlar, milyonlar dolar pul xərcləyirlər ki, bir sakit bir yaşayışıqlar olsun, stresdən qutulsunlar. Nəzir ürək döyünməsin, hər görürsən, hey paprizdir ki, xodduyu görün bir ürəyimin bir sakitlənəcək. Bəzi eləsi paprizdən başqa ayrı yerlərə gedirlər, ayrı zadlar içirlər. Günah tərəflə deyirlər, bəlkə günahla adamın ürəyi sakit olar. Xeyr, ürəklə də bir günahla da daha çox artıq ürək biraz da sıxıntıya düşər, ürək döyünmə tutar. Ürəyin sakitliyi fəqət və fəqət övliya olub və yad Xuda ilə. Ulaikə ləhumul əmn, əla bi zikrillah tətməinnül qulub. Onlar ki, vaqən düzgün Allahı yad eləmək. Elə imam zamanı da bir adam yad eləsə, Allahı yad eləyib. İmam zamansız Allaha çatmaq olmaz. Övliyasız Allaha çatmaq mümkün deyir. Odur ki, gərək imam zamanı hər gün yad eləyək. Hər gün yad eləyək. Hayandasan ey Zəhranın balası, ey Yusuf-i Zəhra. Hava qacan səni gözləyək. Hava qacan sənsiz yaşayaq. Hava qacan bu qəmi qüssəni biz özümüzdə sığışdıraq və təhəmmül eləyək. Bu ayrılıq çox çətindir imam zamandan adam. Əsli yetim odur ki, imamından ayrı düşə. İmam zamanından ayrı düşə. Çox adam imam zamanı hələ bilmir deyə olar. Diridir imam zaman. İmam zaman vardı, estağfurullah, estağfurullah. Onlar bəzi zaman gələr, imam zamanı inkar elərlər. Amma biz baxırıq Bəharul Ənvarda, başqa kitablarda, digər kitablarda o qədər imam zaman, nə deyirəm o qədər, yəni milyonlar nəfər, nə? Onlar nəfər, yüzlər nəfər, hətta məfatihdə gətirib, baharda gətirib, müntəhəl amalda gəlib, başqa kitablarda görənlər var, görənlər, nə gözəl tərif edirlər İmam Zaman ağanı. İmam Zaman, Allamə Müqəddəs Ərdəbili mükərrər görərdi, Allamə Hilli mükərrər görərdi, Seyyid İbn Tavus buyururlar, mükərrər görərdilər. Xod Seyyid Əli Ağay Qazi Məscid-i Səhlədə gedib görərdilər. Çoxlar görüblər. Hələ fəqət alimlər yox, sadə adamların da halatına baxın. Bir dənə pinəçi, ayaqqabı tikən Seyyid Əbdülkərim Kəffaş. Yəni başmaq ayaqqabı tikən gedir. İmam Zaman ağa gəlir bunun məğazenində iyiləşir. Ayaq tikən Seyyid Əbdülkərim Kəffaş basır bağrına, qucaqlayır, öpüşür bununla. Təbriz bazarında deyilər bir qıfıl satan var idi. Qıfılçı, qıfıl düzəldərdi, salardı, kilit düzəltdirərdi da, gəlir onun tükanında iyiləşir, gəlir onunla ünsü tutur. Çoxlu fəhlə sifətində olanlar və istilah baxmayaraq, gərək şət bu imam zamanı görmək, gərək alim ola, gərək müştehid ola, xeyr.
baxırıq İmam Zamanı görənlər olar düzə. Əlbəttə hər kəs deyən mən də gördüm, bir ağ paltarlı gördüm, ola inanmalı deyir. Gərək müstənəd ola. Çoxlu görənlər də öz zamanlarında deməyiblər, zamanlarından sonra bunların tələbələri, ya bu əmin adamları nəql eləyiblər bunların İmam Zaman ağanı görməsini. Ağa Əmir Möminanın qəbrinin kənarında, İmam Rıza aleyhissalatü qəbrinin kənarı, hətta Qum şəhərində Həzrəti Məsumə Səlamullah aleyhanın qəbrinin kənarında görsənilib, Cəmkəranda görsənilib, çox yerlərdə ki görsənilib, oralarda məscid düzəldiblər, oralarda müqəddəs məscidlər olub İranda və Əraqda və çoxlu yerlərdə İmam Zaman görsənən yerlərə məqam İmam Zaman deyiblər, hətta Vadiyüssəlamın içində də. Çox mənim axırın hədisidir İmam Zaman haqqında ki, əvvəl hədisimiz Peyğəmbərdəndir, buyurur, əfzəlu ə'mal ümməti intizarul fərəc. Mənim ümmətimin ən fəzilətli əməlləri, demir fikir, intizar fikir deyir. İntizar əməldir, əməliyyatdır, gərək çalışaq şərait yaratmağa. İmam Zamanın yer kürəsində hakimiyyətinə kadrsazlıq deyərlər, bilmirəm, kadr deyilərsin sözlərinizdə. Gərək insanlar hazırlanalar, indi İmam Zaman ağa gələ. Hələ biz bəzi İslami ölkələrdə qalmışıq ki, o cür kadr hazırlanmağa. İndi deyərlər ki, bəli, məsələn, bu yekəlikdə Respublikada 1000 nəfər lazımdır ki, kadr olsun İmam Zamanın hakimiyyət. İmam Zaman gözü gəlib hər nöqtədə, bəli, eləyə bilər, hər nöqtədə də olsun, amma hakimiyyətinə kadr lazımdır, insanlar lazımdır. Onun hakimiyyətinə böyük bir qurmaq lazımdır ki, insanlar gərək özümüzü o cür aparaq. Əfzəlu ə'mal ümməti intizarul fərəc. İntizarul fərəc, yəni fərəci gözləmək, yəni onların açılışığın, gəlişığın, İmam Zamanın gəlməyi elə bir 124 min Peyğəmbərin gəlməsidir. 13 məsumun gəlməsidir. Odur ki, buyururlar, cümə günlərində xüsusilə, ayrı vaxtlarda da buyururlar, səlavat çövürəndə denən və əccil fərəcəhum. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. İmam Sadıq ağa buyurur, mən xahiş edirəm o bayaqçı hədisi mən biraz naqis dedim, çünki dastanın çox Südeyri Seyrəfini vursaz internetdə, gəlir, çox şirin dastanıdır, çox belə ürək yandırası bir dastandır. İmam Sadıq ağanın o ökütməklə ağlamasını təsvirə qoyub. Amma bazı bir hədis buyurur, mən sərrən yəkunə min əshab İmam Zaman aleyhisselam buyurur, hər kəs istəyir onun kadrından ola. Kadrından, əshab yəni kadrda. Düzdür, bəzi əshablar yollarını azdılar uzun qarnilərdə, əsrlərdə. Amma buyuruq o ki, düzgün istəyir. 12-ci imamın səhabələrindən ola gərək 3 dənə hal özünə tuta. Biri budur, intizar halı tuta. Fəlyəntəzir. İntizar halı. Necə adamın əzizi birdən səfərdən gələcək, Məkkədən gələcək, onun yolun gözləyir, ona hazırlıq görür, qonağına hazırlıq görür, şərait yaraldır ki, qonağım gələcək. İnsan gərək intizar halətini tuta ta əfzəlül ə'mala yetişə. İkincisi, vəl-yə'məl bil-vərə'. Vəl-yə'məl bil-vərə'. İmam Zaman vərə'li adam axtar. Vərə'li kimə deyərlər? Deyərlər, filan alim əhli vərə'dir. Vərə'li adam, yəni hətta şübhəli söhbətlərdən uzaq olar. Şübhəli yeməklərdən özünü uzaqlandırar. Şübhəli. Diqqət edirsiniz, bir var, bir zat haramdır, bir zat həlaldır. Bir zat da var ki, adam bilmirəm, şübhəli gəlir mənə. Aya bunu yiyim ya yox, o evin gedim qəzasını yiyim ya yox, hər yeməği qoydular adamın qabağına yiyim ya yox. Vərədi,
Və ma ayğəndə bi tiybi nəfsihi fənəl minhu. Əgər düzgün yəqinin yoxdur bir zadın təmizliyinə, pahlığına, ondan göz ötkünən. Ondadır ki, sən vərə alə məqamına çatarsan. Vərə təqvanın ya bu yuxarı mərhələsidir, yuxarı pilləsidir. Təqva yəni günahdan uzaq olmaq, vacibatı yerinə gətirmək. Vərə odur ki, şübhəli işlərdən, şübhəli yollardan, şübhəli adamlardan uzaq olasan ki, şübhə indi bu günlərim şübhələr gəliblər, etiqadlara da şübhə salıblar, şübhə gətirirlər. Xüsusən sosial şəbəkələrdə, məcazi kanallarda bir sıra söhbətlər gətirir, Allah görsətməsin. Bütöv bizim insanlarımız, cavanlarımızın gəncilərini fikri ilə oynayırlar. Bunları hətta dindən uzaqlandırırlar şübhələrlə. Necə olar, belə də hala bunlar. Vaxt geçdi, mən axırın sözüm olsun. وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحَاسِنِ الْأَخْلَاقِ. Hər kəs bu üç dənə o sifət olsa, biri intizar haləti tutsa və biri təqvanın ya yüksək dərəcəsinə yetişsə və gözəl əxlaq sahib ola. Gözəl əxlaq sahib olasan. Və illə gəl gecədən səhərə namaz qıl, təsbih çövür, amma ged evdə zəhər tuluq ol günan. Zəhər tuluğu ilə də iman tutar, xeyr tutmaz. Əxlaq gərək çox gözəl ola. Elə bəzi damış daşnışdırma, qaşqabağı yeri süpürür. Süpürgə vəzinə bunun qaşqabağı yeri. ابرو گشاده باش تو دستت گشاده نیست. گر وا نمی کنی گرهی خود گره نباش. Bətər şeirdə hafizində deyik, qapın açıq dəyirik, üzün açıq olsun. Əbru qoşadə, əlin açıq dəyirik, həttəqəl üzün açıq olsun. Qaşın açıq olsun, qaşqabağın yer süpürməsin. Deyik, düyün açmırsan, özün düyün olmacınam. Düyün açanmırsan ki, gervanə mikoni girehi, xod gereh məbaş. Düyün açmırsan, özün bax düyün olmaq. Görsən bizlər əvəzin ki, barışdıraq, neynirik səndənən? Biraz daha vuruşdururuq. Vuruşdurmaq, barışdırmaq hara, vuruşdurmaq hara.